Hər kəsə Salamlar. Hit Paradımız yenidən efirdədir. Bizim əsas məqsədimiz həftə ərzində ən çox sevilən keyfiyyətli mahnıların onluğunu sizə təqdim etməkdir. Odur ki, durmadan keçid edək Hit Paradımıza. Bu həftə Hit Paradımızda 10-cu pillə yenilərdəndir. İlkin Dövlətovun ifa etdiyi Apar Yanına mahnısı bu həftə 108.331 baxışla bu pillədədir. Ölməsin sevgimiz, apar yanına, gözümün yaşı da quruyub, apar yanına, ömrün hər günü məndən doyub, apar yanına, qurtarım sensizlik odunla. Bu həftə Hit Paradımıza daxil olan Abbas Bahurovdur. Onun ifa etdiyi Səhər açılanda mahnısı keçən həftə dinləyicilərə təqdim edilmişdi. Bu həftə isə 120.701 baxış toplayaraq 9-cudur. Dalğalanır dəniz, üzülürsən deyə, səhər açılanda məni yadasan, hər iki cahanda mənim olasan, gecə darıxanda məni arasan, səhər açılanda mənim olarsan, səhər açılanda məni yadasan. Respublikanın xalq artisti Zülfiyə xan Babayeva Nələr Gördüm mahnısının remix versiyasını dinləyicilərinə təqdim edib. Bu həftə bu musiqidə ən çox izlənən keyfiyyətli musiqilər arasında 8-cidir. Onun həftəlik izləmə sayı isə 125.772-dir. Keçən həftə çoxlu yeni musiqilər təqdim olunub. Onlar arasında Əminə də var. Onun ifa etdiyi Papuri bu həftə 174.801 baxış toplayıb və bu həftə 7-ci pillədə qərarlaşıb. Her insanı neylirəm Avropanı, Fransanı, İtalyanı, neylirəm Avropanı, Fransanı, İtalyanı, gel buralardan gedək, dur buralardan gedək, gel buralardan gedək, dur buralardan gedək, neylirəm Avropanı, dur buralardan gedək, neylirəm Avropanı, gel buralardan gedək. Bu həftə 6-cı pillənin sahibi Aygün Kazımovadır. SOS bu həftə bir pillə geriləyib və Hit Paradımızda 6-cı pillədə yer alıb. Onun həftəlik izləmə sayı isə 191.708-dir. Suallar presse bir yandan, bütün gün stresse bir yandan, show business'te bir yandan, SOS. Suallar presse bir yandan, bütün gün stresse bir yandan, show business'te bir yandan, SOS. Aygün Kazımovanın ifa etdiyi Can Ol mahnısı bu həftə 5-ci pillədədir. Həftəlik izlənmə sayı isə 218.670-dir. Ey çoktan yay çıkıptı oktan, bir defa güldün yayıldı kanıma, dedim ki nece yanaşar yanıma, eşkin ile can ol can de canıma, halım yaman sen ol yanan halıma, bir defa güldün yayıldı kanıma, dedim ki nece yaraşar yanıma. Kazımcanın ifa etdiyi Danış Mənimlə mahnısı uzun müddət idi ki 3-cü idi. Lakin bu həftə o bir pillə geriləyib və 4-cüdür. Həftəlik izləmə sayı isə 293.751-dir. Gözlərinə baxdım, nə qədər sərxoş olub baxdım, belə yazılıb baxdım, sənin üçün darıxdım, yenə də danış mənimlə, yenə kəlmə kəlmə qayna qarış, danış mənimlə, eybi yox hərdən küs barış mənimlə, amma qəlbimi dinlə, nə varsa bağlı sənlə, hamısı tanış mənimlə, danış mənimlə, çəkirlər də donub qalıb həmin baxış mənimlə.
Keçən həftə 6-cı pillə ilə hit parada daxil olan Sevda Yahıyeva bu həftə 3 pillə irəliləyərək 3-cü pilləyə yüksəldi. Dəyərlim bu həftə 377.753 baxış toplayıb. Hər nə yaşadıqsa buna dəyərdi. Həyatımdakı yerin çox dəyərli. De o qayğına, eşqinə, diqqətinə bu könül doya bilərmi? Ən dəyərli, istəyirəm ki yanımda bir ömür tək sən ol. Bu həftənin ikincisi dəyişilməz olaraq qalır. Namiq Qasımovun ifa etdiyi Bəsimsən mahnısı bu həftə 912.176 baxış toplayıb. Məni hər anı bəladan, dərddən qoruyan güclü məhəbbətindən, mənə daha qalan ömürdə bəsimsən, bəsimsən, mənə ən doğma kəsimsən, təkcə sən bəsimsən, sənə oxunan mahnılarımda sözümsən, səsimsən, ona görə mənim həyatımda təkcə sən bəsimsən, mənə daha qalan ömürdə bəsimsən, bəsimsən, mənə ən 16-cı həftənin qalibi yenidən Roza Zərgərlidir. Onun ifa etdiyi İstədim bu həftə 912.560 baxış toplayıb. Təbriklər Roza xanım. Səndən sadəcə diqqət istədim. İstədim, sevilən olum, yolunu gözlədim. Sevginə ehtiyacım vardı, görsəydin, mənə gəlsəydin, ətrini duysaydım bir. Həyatımı, zamanımı, ürəyimin açarını sənə verdim. İstədim, sevilən olum, yolunu gözlədim. Bu həftəni də tamamladıq. Bizim səhifəmizə üz olmağı unutmayın ki, yeni mahnılardan ilk siz xəbərdar olasınız. Hələlik!